Salam dəyərli izləyicilər, kreditlərlə bağlı çox vacib, rəsmi bir açıqlamanı diqqətinizə çatdırıram. Videonu paylaşa bilərsiniz və burada üstəgəl işarəsinə bir dəfə toxunub digər məlumatları da izləməyiniz mümkündür. Azərbaycanda faizsiz kreditlər verilə bilər və belə bir açıqlama ilə Mərkəzi Bank çıxış eləyib. Sözügedən kreditin bir çox müsəlman ölkələrində verilməsi nəzərdə tutulur. Hazırda ölkəmizdə İslam maliyyə məhsullarının tətbiqinə hazırlıq gedir və bu kreditlərdən necə yararlanmaq olar? Mərkəzi Bankın maliyyə sektorunun davamlı inkişaf departamentinin direktoru Rüstəm Tahirov Bakıda keçirilən Azərbaycan Halal Biznes Forumunda bu barədə danışıb və qeyd edib ki, hüquqi və tənzimləyici baza formalaşdıqdan sonra banklar müəyyən İslam bankçılığı məhsullarını təqdim etməyə başlayacaqlar. Beynəlxalq təcrübə nəzərə alınaraq təhlükəsiz və mərhələli yanaşma seçilib. İlkin mərhələdə İslam bankçılığı məhsulları ənənəvi banklar daxilində İslam pəncərəsi modeli ilə təqdim olunacaq. Bu məhsulların tətbiqi üçün hüquqi və tənzimləyici çərçivənin hazırlanması, mülki vergi məcəlləsi, bankçılıq qanunu və digər normativ aktlara dəyişiklik üzərində işlənilir. Mərkəzi Bank bu dəyişiklikləri bank sektoruna təqdim edib və iqtisadçı ekspert Ruslan Atakişiyev isə bildirir ki, İslam bankçılığı həm vəsaitlərin toplanması, həm də verilməsi baxımından daha xeyirlidir. İnsanlar ora İslam şərtləri ilə halal yolla depozit yatırırlar. Sanki banka ortaq olurlar. Burada adi işçilər, pensionerlər də banka pullarını qoya bilərlər və ortaqlıq şərtləri ilə gəlirlərini götürürlər. Bu banklarda kiçik və orta sahibkarlar, ev almaq istəyənlər də yararlana bilərlər. İslam bankçılığı dünyanın 135 ölkəsində fəaliyyət göstərir. Türkiyədə bu bank aktivləri 80 milyard dollardan çoxdur.